Bacarıqlı iş adamı Cəmşid Xəlilov haqqında kiçik məlumatı şişirdib yayan mətbuat üçün bu dəyərli bir məlumat olacaq. Tufan Holdingdə bu şəkilləri görəndən sonra Tenlerin kimə verəcəyini şübhə doğurmur. Unuda bilmirsən, eləmi? Heç unuda bilmirsən. 29 il üstündən keçib. Qəlibə imkan düşüb əvəzin çıxırsan, məğlubiyyətini unuda bilmirsən. Bəsdir! Yetər! Atama ne olub? Hanı atam? Sakit olun. Otağını göstərin mənə. Ora olmaz. İçeride əməliyyat gedir. Biraz səbir edin. Həkim çıxıb vəziyyəti baş salar. Axı ne olub? Xanım olmaz içeri. Əməliyyat gedir. Heç olmasa ne olub onu deyin. Səbir eləyin. Kızım, bize düzün deyin. Sizə bir onu deyə bilərəm ki, bura gətiriləndə tamamilə qan içindəydi. Xahiş edirəm, səbirli olun. Həkimi gözləyin. İçərdən çıxıb gəlib sizə hər şey baş salar. Mən orada olmalıyam. Bir qorxuram mən. Onu görəndə elə biləm ki, hər şey açıb özümlə aşıcıyam. Bizim nəslimizə, kökümüzə, soyuq torpaq altında yatanlarımıza bir sözümüz var. Sevil anamın dərmanlarını gətir. İndi biz neynəyəcəyik Səma? Neynəyəcəyik? Yaşayacaq ana. Elə atam üçün yaşayacaq. Onun xatirəsini uca tutub yaşayacaq. Amma mənə hələ də aydın deyil ki, atam niyə belə bir şey eləsin? Ən böyük iş adamlarından biri. Cəmiyyətdə yeri, ailəsi, hörməti, axı niyə? Bilmirəm kızım, bilmirəm. Bilmirəm. Bircə onu bilirəm. Başsız qaldıq sən. Başsız qaldıq. Rəhmətliyin cənazəsi də hörmətli oldu.
Bütün şəhər yığışıb gəlmişdi. Ana, gəlinlərin içində sənin ən yaxın rəfiqəvi görə bilmədim. Arzu. Onun xəbəri yoxdur. Uçub İspaniya. Dünən mənə zəng vurmuşdu, gedirəm Madrid. Madridə? Orada nə işi var? Bilmirəm. Gərək xəbər verim. Yoxsa içiyər mən. Sabah sən gelib deyərsən. Klinikada sənə su verən oğlan yadındadır. Bugün onun dəfində də gördüm. Kimdi görəsən? Bilmirəm, bilmirəm. Atanı bütün şəhər tanıyırdı. Yəqin bu da onlardan biridir. Sema bizimle neymiş? O şirkete nece gidecek? O otağa nece girecek? Neymiş Sema? Sevil, anamın yanına ayrılma. Ne olur ki? Gelirim birazdan. Hara getirsən? Birazdan gelirim. Hara getdi bu? Durun gedək otağımıza. Sen bana işitirsən, ha? Bir söz deyəcəksən ya, yox? Tarih sabah danışarıq. Ged evə biraz dincəl. Klinikadan təzə çıxmısan, özünə baxmalısan. Get. Get sabah danışarıq. Yox, nə olar? Amma bu söhbət bitmədi. Gecən xeyrə qal. Xeyrə qarşı. Hə, Tahir bir daha istəyirdi, mənə bir iskan çay versin. Baş üstə Tufan müəllim. Nəhayət Əla Həzrətlərinin yadına düşdü, hə? Nə inirsən? Belə də, qonağım var. Kimdir ki? İnanmayacaqsan, anam gəlib bizə. Güya Bakıya gələcəkdim 2 günlüyünə. Arzu xanımın kefinə düşüb ki, gəlsin Madriddə dincəlsin. Deməli, sənin gəlməyin qaldı, hə? Qaldı, hə? Azı bir həftə qaldı. Nədir, darıxmısan mənim üçün? Gah məşğulsan, gah nə bilim, göy işim var, gah da danlayırsan. Çoxdan da heç mən o cümləni demirsən. Nə cümləni? Səni sevirəm.
Sənə nəsə lazımdır Səma xanım? Yox, sağ olun. Siz mən burada olduğumu heç kimə deməyin. Atamın son dəqiqələrini keçirdiyi yeri görmək istədim sadəcə. Yaxşı Səma xanım, burada çox qalmayın, xahiş edirəm. Bilirsiniz, mən niyə işinə yoxdur. Polis bilsə ki... Narahat olmayın. İndi gedirəm. Səma, canım qızım, bütün həyatım boyu yaşadıqlarımı gizlətdim. Hətta sənə dünyada ən çox sevdiyim iki varlıqdan birinə belə həqiqəti deməkdən qorxdum. İndi bu ayrılıq zamanında belə sənə hər şeyi deyə bilmirəm. Gizlətdiyim acı həqiqəti bilmək sənin İvananın haqqı olduğunu düşünsəm də, inan bacarmıram. Bircə onu bilirəm ki, mən uduzdum və artıq getməliyəm. Ən acısı odur ki, mən sizə böyük bir borc miras qoyub gedirəm. Hə qızım, sənin atan düşündüyün kimi məğlub edilməz deyil. Məni bağışlamağa çalış. Bir şey isə bilməyini istəyirəm. Mən səni dünyalarca sevirəm. Əlvida qızım. Məsələ bilavasitə Cəmşid Xəlilovdan getmir. Amma onun ailəsi var və həmin ailə bu dəqiqə həmin şirkətin sahibidir. Bəlkə ailə tendirdə iştirak etmək istədi. Düşünürəm 20 gün elə də böyük bir zaman deyil. Həm də o biri şirkətlərə də öz təkliflərini yenidən nəzərdən keçirmək imkanı yaranır. Bəli, biz göndərdiyimiz xəbərdarlıqda bunu qeyd eləmişik. İstəyən şirkət tendirdən çəkilə bilər. Bu onun haqqıdır. Qismət. Mən elə bildim sən sözgər işi dedin. Amma indi baxıram gerçəkləşmirsən əməlli başlı. İşçilər nə danışır, nə xəbərdir? Tenderin vaxtını 20 gün təxirə salmışsan sən. Sənə nə olur? Qonşularda kim çıxıb yenə səhər qabağa? Tufan, zarafatın yeri deyil, düzdür bu? Sən mənim elə belə söz dediyimi görmüsən. Tufan, qardaşım, sən başa düşürsən ki, şirkət milyonlarla ziyana düşə bilər? Hə? Özdə kimə görə? Tanımadığın, bəlkə də bir daha üzünü heç görməyəcəyin qıza görə. Axı onu... Hayır. Qərar verilib, işimizə baxaq. Həm də bu rəhmətliyin ruhuna bir hörmətdir. Nə danışır bu?
Bəs sən Allah. Kimindi o sənin? Nəyindi? Hə? Eşidəndə ki, en qədər borcu var. Ən azından 2 həftə yoxlatdırdın onun şirkətini. Deyək ki, Cəmşid Xəlilovun gözəl qızı ağlını başından alıb, başqa məsələ. Bunun məsələyə dəxli yoxdur. Dayı, sənin sözüm yoxdur. Elə məsələ də bundadır. İndiyə kimi nəsə gizlətmirsən məndən? Yüzə Nigar gəlsəydi, sənin öhdəndən ancaq o gələr. Yoxsa belə getsə. Nəysə. Nədir? Nə olub, niyə bağırırsan? Bağışlayın. Nə bağışlayırsan, nə soruşuram? Nə səsdir? Bağışlayın. Sizi burada gördüm, qorxdum. Niyə? Bu Lebaniya məndən qorxursan? Ata, nə olub? Mən nə bilim nə olubdu? Girib səni dəli elədi məni. Nə olub Sərvər? Nə səsdir? Mən nə bilim nə olubdu? Soruş bundan gör nə olubdu? Nə səsidir ana? Sən qorxuram. Qorxma qızım, qorxulu üçün yoxdur. Dəlixanadır, ev deyil, dəlixanadır. Mən ev deyiləm. Qardaş, qıza para edir. Otağa. Əfruz xanım, Sərvər mənimi burada gördüm, qorxdum. Padnos əlimdən düşdü. Yaxşı, ged işini gör. Sabahınız xeyir. Sabahın xeyir. Sevil, mən iştahım yoxdur. Sən Səmanı yiyin. Səma yoxdur evdə, tezdən çıxıb. Necə yəni yoxdur? Hara gedib? Bilmirəm. Alo. Alo. Arzu sənsən. Nərgiz, səhər tezdən xeyir ola. Durmamısan hələ. Burada saat 8-dir. Nə olub be? Çıxıb getdin, məni bu dərdin əlində tək qoydun. Nə olub axı? Arzu. Cəmşid öldü. Ölüb? Necə yəni ölüb? Öldü Cəmşid. Güllələ dönsün. Ürəyim parçalanır bacı. Tez gəl yanımda ol. Yaxşı. Yaxşı, ilk reysdən gəlirəm. Ana, yatmısan? Yox, yatmamışam. Gəl.
Bilirsən, heç biz bugün hara gedəcəyik? Ana? Nə olub sənə? Heç bir şey. Niyə ağlayırsan? Ağlamıram ki. Nigar, mənə Bakıya 2 reysə bilet al, yaxşı qızım. Nəyə görə, nə olub? Heç, darıxdım. Ana. Qayıtmaq istəyirəm. Yaxşı, onda mən də gəlirəm. Yox, sən sonra gələrsən. Ana, onsuz da Bakıya getməliyəm mən də. Nə fərqi bugün, sabah? Yaxşı. Dəqiq heç nə olmayıb? Heç nə olmayıb, narahat olma. Dedim axı. Yaxşı. Uşaqlıq vaxtlarımın ən xoşbəxt anları, qaçaraq qucağıma atıldığım günlər idi. Sonralar məktəb illərində, universitetdə oxuyan vaxtlarda da eləyirdim. Həmən o xoşbəxtlik anlar bütün qəlbimi sarırdı. Əvvəlcə ölümün sonra isə məktubun yıxdı məni. Mən həmişə elə bilmişəm ki, mənim atam dünyanın ən güclü, ən yaxşı atasıdır. Sən demə. Axı, niyə? Bunu niyə elədin? Niyə ailəndən hər şeyi gizlətdin? Mənim bu gözəl dünyamı niyə yıxdın, ata? Amma yox. Nə olur olsun, sən mənim atamsan. Elə də qalacaqsan. Sənin sevgindən bir an belə heç vaxt şübhə eləməmişəm. Elə ona görə də sənə söz verirəm, ata. Sənin bütün arzuları həyata keçirəcəm. Ailəmizə sahib çıxacam. Bəli. Bəli, mənəm. Yaxşı, mən gəlirəm şirkətə. Sabahınız xeyir. Bu nədir? Yenə dəvətnamə ilə gəlmirsən? Yox, məktubdur. Sənə deməliyəm ki, mən məktublara baxmıram. Hansı şöbəyə gəlib orada ver. Mənim Tufan Holdingdən gəlib, ona görə də birbaşa sizin yanınıza gətirdim. Deyirəm, bəlkə... Az görüm.
Başyedini birazdan çağıracağım yanıma. Oldu. Nigar, oyanmışsan bu vaxtı? Hə, Tufan, oyanmışam. Sabah səhər Bakıda olacam. Səhər? Anam dünən gəlib ki, bəs deyirdin, ilk həftə gəzdirəcəksən onu. Nəsə olub, Nigar? Olmağı nə olub? Amma mən bunu Bakıda öyrənəcəm. Tufan, bizi qarşıla demirəm, çünki sənin işini bilmək olmaz. Maşın göndərsən bəsdim. Aha, yaxşı. Saat neçədə inir təyyarə? Günorta. Saat 3-də. Hə, yaxşı. Hələlik. Nərgiz xanım, sizə çay gətirim? Yox, sağ ol. İstəmirəm. Qonaqlar yenidən gəlməyə başladı. Bu qız harda qaldı? Hələ gəlməyib. Yaxşı, sən qapını aç. Salam xanım. Axır gəliniz olsun. Sağ ol. Bağışlayın. Mən sizi... Mən bu ailənin yaxın tanışıyam. Köməyə ehtiyacınız var deyəsən. Siz hər dəfə deyəsən hamının köməyinə belə çatırsınız. Əgər kömək lazımdırsa və oradasansa, niyə də yox? Salam. Salam. Şad oldum sizi görməyimə. Siz artıq buna ikinci dəfədir ki, mənə kömək edirsiniz. Biz danışmışdıq sizinlə, siz gərək dözümlü olasınız, hər dərdə dözəsiniz, xoşbəxt olmağa çalışasınız. Yadınızdadır? Yadımdadır. Sizin sözləriniz mənə çox kömək oldu. Özümə qaytardı. Atamın dəfnində də var idiniz, amma biz hələ də tanış deyilik. Mən sizin adınızı bilirəm, Səma. Hardan bilirsiniz? Ananız xəstəxanada çağıranda eşitdim. Mən isə Tufan. Tufan? Bəli. Qiyamət adımız var. Təşəkkür edirəm. Sizi getdiyiniz yerə apara bilərəm. Mən sizi yolunuzdan eləməyim. Mənim yolum elə oradan keçir. Həm də narahat olmayın. Zəng vuracağım, gəlib sizin maşını yoxlayacaqlar və gətirib sizə təhvil verəcəklər. Buyurun, qapıları bağlayaq. Çantamı. Buyurun, buyurun.
Tutu! Qapının zəngi çalınır. Deyəsən qanı qaradır, artıq sual vermə. Mənə sən artıq sual verirəm ki. Elə indi. Yaxın gəl. Otur. Yadında saxla. Tufan Məmmədov, Tufan Holdingin sahibi. Bugündən etibarən bu adamın nə elədiyi, nə eləmədiyi, nə yediyi, nə içdiyi, kiminlə görüşməyini bilmək istəyirəm. 24 saat, aydındır? Aydındır mənim. Amma... Nə amma? Ha. Başa düşdüm səni. Həmişə güc işlətmək olmaz. Biraz da zehni işlət. Sənə xeyri var. Özü də çox gözə görsənmə. Hər 2 saatdan bir mənə məlumat verəcəksən. Bunun dediyi adam nə vaxt gələcək? Bu gecə. Olsun. Sən də o Tufanın dostu ilə maraqlan. O ilə yola getmək olar. Amma sadəcə maraqlan. Başqa addım atma. Oldu. Nərgiz xanım, yəqin ki, siz mənim kim olduğumu və niçin gəldiyimi bilmək istəyirsiniz. Doğrusu mən birinci dəfədir sizi görürəm. Amma deyirsiniz, ailəni tanışırsınız. Elədir. Hamısını biləcəksiniz. Amma deyəsən, gəlişim münasib vaxta düşmədi. Amma bu gəlişimin böyük səbəbi var. Mən sizinlə sizin qızınız haqqında danışmaq istəyirəm. Qızım haqqında? Bəli. Qızınız haqqında. Mən qızınızın əslində sizin qızınız olmadığını bilirəm. Çox sağ olun Tufan. Bura qədər əziyyət verdim sizə. Heç bir əziyyəti yoxdur, xoşdur. Özünüzdən müğayət olun. Salamat qalın. Siz nə danışdığınızı bilirsiniz? Çıxın mənim evimdən. Gözlənilməz oldu. Amma mənim həqiqəti dediyimi də
inanırsınız. Çünki mənim əlimdə danılmaz faktlar var. Yalan deyirsiniz. Eşidirsiniz? Yalan deyirsiniz. Siz kimsiniz? Sizi kim bura gönderib, ha? Çıxın evimdən. Çıxın evimdən. Xanım, sizin uşağınızın olmayacağı barədə ailənizdən başqa bilən yox idi. Heç Cəmşidin də bundan xəbəri yox idi. Amma atanızın var dövləti bu böyük gerçəyin bir sir kimi qalmasına kömək elədi. Və günlərin bir günü pul gücünə zavallı bir qadının uşağını əlindən alıb gətirib sizə verdi. Əriniz əvvəlcə etiraz elədi. Amma sonradan sonsuzluğun ona böyük bir problem yaradacağını bilib sustu. Səma mənim qızımdır. Eşidirsən? O mənim qızımdır. Heç kim onu mənim qədər sevə bilməz. Onu heç kim mənim əlimdən ala bilməz. Buna heç kim inanmaz. İnanmaz heç kim. Hə, bunu sübut eləmək lazımdır. Sizin ərinizin ölməyindən mənim heç xəbərim yox idi. Mən özüm uzaq yoldan gəlirəm. Olanları da burada öyrəndim. Amma inanın ki, gəlməyə bilməzdim. Çünki çox vaxtım yoxdur. Mən indi gedirəm. 3 gündən sonra yenə qayıdacağam. Qızınız, yəni övladlığa götürdüyünüz qızınız həqiqəti bilməlidir. Əgər bunu ondan gizlətdiniz, inanın bu sizə baha başa gələcək. Siz pul istəyirsiniz. Pul istəyirsiniz, ha? Nə qədər? Nə qədər? O söhbətin vaxtı hələ çatmayıb.